4 yerdə Quranda Allah öz adından sonra valideynin adını gətirir. 4 yerdə. Allahdan başqasına ibadət eləməyin və valideyninizə yaxşılıq eləyin. Mən gənclərə tövsiyə edirəm, çox diqqətli olun, ata-ananız sizdən narazı olmasın. Çox diqqətli olun. Bir ömür ibadəti yandırıb kül eləyir ananın ahı, atanın ahı. Olmaz insan ata-anasına sayğısız olsun. Olmaz, yol verilməz bir şeydir. Quran buyurur, uf da deməyin. İmam Sadiq buyurur ki, ufdan yumuşaqdır, söz tapsaydı Allah onu deyərdi. Uf bilirsən nədir? Səni valideyn döyür, təhqir eləyir, uf da demə deyir cavabında. Narahatçılığı ifadə eləmə. O səni vurduqca sən can denən ona. Amma ki bizdə valideyn yazıq heç vurmağa fürsət tapmır. Oğul az qalır valideyni döysün. Adını bəzən din adı qoyur. İslam adı qoyur, 5 gündür namaz qılır, evdə hamı kafirdir. İndi yavaş-yavaş anlat, başa sal, əxlaqınla, davranışınla onları hidayət elə. Ata içki içəndir, o içkisin içsin, amma yavaş-yavaş başa sal, əxlaqınla başa sal, dava ilə başa salma. Bütün elədiyi haqqı danmaqla olmaz. Atanın övlad boynunda haqqı böyüdür, ananın övlad boynunda haqqı böyüdür. Din bu şeylərdən başlanır, sadə münasibətlərdən başlanır.